Salam. DİM test toplusu ikinci hissə 2025. Diskli alkanların quruluşu alınması xassət tətbiq izomerliyinə uzun adı var imiş bunun. Dərsdən qalan sualların izahına baxacağıq. Deməli, ilk sual 30-cu sualdır. Deyir, hansı dibron birləşmədə metil disiklopentan alınması üçün istifadə edilə bilər? Burada disiklo hissəyə baxsaq, disiklopentan alınıbsa, deməli xlorların, burada bromdur. Halogenlərin vəziyyəti 1,5 olmalıdır. Bir dənə metil karbonu olmalıdır. Yəni ümumiyyətlə zəncirdə 6 karbon olmalıdır. Məsələn, A variantına baxsaq, halogenlərin vəziyyəti 1, 2, 3, 4. Bu disiklobutan verəcək bizə. Sonra buna baxsaq 1, 2, 3, 4. Yenə disiklobutan verər. 1, 2, 3, 4, 5. Disiklopentan verər, amma 2 dənə metil var. Dimetildir bu, olmaz. 1, 2, 3, 4, 5. Baxın, bu karbonlar keçdi, disiklopentan verdi bizə. Bu metildə, bu kənarda qalır. O, metil disiklopentan, D variant. Məsələn, bu disiklopropan verəcək, 3 bucaq verəcək. Olmaz. 33 nömrəli suala baxırıq. 2,4 dixlor heksana natrium metalı təsir etdikdə hansı üzv maddə alınır? Heksan 2, 3, 4, 5, 6 2,4 dixlor 2,4 1, 2, 3, 4 də xlor. Buna natrium metalı təsir etdikdə hansı maddə alınır deyirsə, baxın, xlordan xlora biz nömrələyirdik. 1, 2, 3. Deməli, disiklopropan alınır. Baxın, bu 3 karbon bizə disiklopropan zənciri verdi. Və birinci karbonda metil var. Fərz edəsək ki, 1, 2, 3 deyə nömrələsək. Birinci karbon metil var. Üçüncü karbonda etil var. Bu nömrələri silirik. Bunlar bizə lazım idi ki, metilləri, metil və etil qrupunu doğru şəkildə bu zəncirə gətirək. İndi nömrəliyib oxusaq, əsas zəncir, kiçik radikal birləşən karbona 1, 2, 3 desək, 1 metil, 2 etil, disiklopropan. Cavab D variantı olacaq. 37 nömrəli suala baxırıq. Deməli, bu disiklopropan, yenə disiklopropan, bromla bilirdik ki, birləşmə reaksiyası verir. 1,3-di brom propan alınar. Zəncir bir yerdən qırılır. Bromun biri bura, biri də bura birləşdiyini düşünün. Yenə də disikloropana hidrogenləşdikdə sadəcə propan alınacaq. Yəni, hər iki reaksiya birləşmə reaksiyasıdır. Əvəz etmə deyil. Bir brom propanda heç bir reaksiyada alınmadı. Doğru deyil istəyir 2 və 3 B variantı. 39. Hansı birləşmənin natriumla qarşı təsirindən 1,3 dimetil disiklopentan alınır? Yenə də biz disiklopentan axtarırıq və 1,3 dimetildir burada. Yəni, cəmi 7 karbon olan bir zəncirdən söhbət edirik. İlk öncə karbon sayı uyğun gəlməyənləri çıxarıq. 1, 2, 3, 4, 5, 6 karbon. 1, 2, 3, 4, 5, 6, 7 karbon var. Amma metillərin vəziyyətinə fikir verin. Eyni karbondadır. Yəni, bu 1-1 verəcək bizə. Olmadı. Sonra, bura baxırıq. Deməli, 1, 2, 3, 4, 5, 6, 7. 7 karbon, okey, problem deyil. 1, 2, 3, 4, 5. Disiklopentan da alınır, amma etil disiklopentan alınacaq burada. Olmadı. D-yə baxırıq. 1, 2, 3, 4, 5. Aha, bu disiklopentan verəcək. Və metillərin vəziyyətinə baxın. Qonşu deyirlər. Biri 2-də, biri 4-dədir. Hansı ki, bu zəncirə gəlib düşəndə 1, 2, 3, 4, 5 karbon. 1, 2, 3, 4, 5 karbon desək. 2-də və 4-də metil var desək. 2-də və 4-də metil var desək. Bu nömrələr nə üçün idi? Sadəcə düzgün şəkildə gətirmək üçündür. Nömrələri sildik. İndi zənciri özümüz nömrələyib oxumalıyıq. Metil birləşən karbonlardan hər hansı birindən nömrələmə aparsaq 1, 2, 3, 4, 5, 1, 3 dimetil disiklopentan alarıq. Cavab D olacaq. Məsələn, yer niyə olmaz? 1, 2, 3, 4, 5. Disiklopentan verdi. Aha, burada 3 metil qrupu var. Fikir verin. Trimetil verər bizə. Bu da olmaz. Növbəti sualımız bu 39 olduğuna görə 42 olacaq. Deyir, 1 mol disiklo alkanın
müəyyən hissəsinin tam yanmasına 3 mol CO2 alınmışdır. Bu tisklo alkanın qalan hissəsində olan hidrogen atomlarının mol sayını hesabla. 1 mol tisklo alkandan 3 mol CO2, yəni 3 karbon bu tisklo alkanın tərkibindən yanıb, çıxıb, sərf olunub. 3 karbon çıxıbsa, SNH2-nin ümumi formuluna görə 6 hidrogen çıxmış olacaq. Yəni, bu yanan hissədir. Qalan hissəni tapanda, o 1 moldan qalan hissəni, yanan hissəni çıxarıq. Qalar Cn-3, H2n-6. Hidrogen atomlarının sayını istəyir, 2n-6 qalan. Bu şəkildə. 44. 1 mol tisklo alkanın müəyyən hissəsinin tam yanmasına 3 mol oksigen sərf olunmuşdur. Bu tisklo alkanın qalan hissəsinin tam yanmasına neçə mol oksigen sərf olunur? Alkanda da var idi bu sualda və mən bu sualı izah elədim sizə. İndi dərsdə vaxtımız çatmadı deyə biz bunu izaha paylaşıram sizinlə. Deməli, normalda 1 mol tisklo alkanı tam yandırmaq üçün 3n/2 mol oksigen sərf olunur. Və 3n/2 mol bu oksigendən 3 molu artıq müəyyən hissənin yanmasına sərf olunubsa, qalan hissəni tapmaq 3n/2-dən 3 çıxacaq. Yəni bunu da 3'ü də 6/2 şəklində yazırıq, məxrəclər eyni olsun. 3n çıx 6/2. Cavab Y variantı. 47. Deməli, karbohidrogenimiz yəni tisklo alkandır, CnH2. Molekulunda rabitələrin yaranmasında iştirak edən S orbitallarının sayı 10'dur. S orbital hidrogendir. Deməli, 10 hidrogeni var, 5 də karbon olmuş olacaq. S5H10'dur. Tisklo alkan molekulunda hidrogen atomlarının ümumi sayının 20%'i H2-1, yəni deuterium izotopdur. 10 hidrogendən ikisi deuterium olacaq o zaman. 2-1 izotopu. Tisklo alkanın molekulunun neytron sayını müəyyən edin. Demək ki, 8 hidrogen 1-1 izotopdur. Az ki, bunlar neytron vermir. Deməli, 5 karbon, 2 hidrogen neytron verəcək mənə. Hər karbonda 6 neytron var. 5 vur 6. Üstə gəlsin. Hər hidrogende də bu formul olduğu üçün, 2-1 olduğu üçün 1 neytron var. 2 hidrogendə də 2 vur 1. 30-32 olacaq. Növbəti sualımız 48'dir. Molekulun sigma rabitələrin sayı 15'dirsə, elə indekslərin cəmi də 15'dir. Deməli, C5H10'dur. Çünki tisklo alkanda qapalı zəncirdir. İndekslərin cəmi bərabər idi rabitələrin cəminə. 5 karbonu olan tisklo heksan getdi. 1-1 dimetil tisklopropan olar. Bunun 5 karbonu var. Bunun da 5 karbonu var. Metil xeyr 4 karbondur. Etil bəli 2 3 5. 52 və 54. Deməli, tisklo alkan molekulunda birli karbon atom sayı A-3. Deməli, biz belə bir qayda demişdik, yoxsa sizə deməmişəm, bilmirəm. Qapalı zəncirlərdə birli karbon bərabərdir. Üçlü karbon. Üstə gəlsin 2 vur 4'lü karbon. Birli karbon A bərabərdir. Üçlü A-4. Üstə gəlsin 2 vurulsun A-3, yəni 4'lülər. Bu da 2A-6 eləyər. Deməli, biz buradan A tapsaq, A5 eləyər. Deməli, A-nı 5 tapdıq. Karbon sayını 5 tapmaq. A-nı 5 tapdıq. Eyni sayda karbonu var və karbonların da A-sı 1'li, A-3'ü 2'li, A-3 4'ü 3'lü, A-3'ü yenə 4'lüdür. Deməli, cəmi burada nə qədər karbon var? 1, 2, 3, 4. 4A çıx 10. A-nın yerinə 5 qoyuruq. Elədir, 5, 4, 10 karbon. Deməli, bizim tisklo alkan C10H20 imiş. Və bunun hibrid orbitallarının sayını istəyir. Tisklo alkanlarda bütün karbonlar sp3. 4 vur 10. Hər karbonda da sp3. Hər sp3 karbonda 4 hibrid orbital olduğuna görə 10 sp3 karbonda 40 hibrid orbital olacaq. Və son 54-cü sual deyir ki, tisklo alkanın X maddəsi molekulunda karbon atomları üçlü və dörtlüdür. Molekulunda karbon atom sayı ən az olan tisklo alkan və 1 dörtlü, 1 üçlü karbonu var. Biz burada nə etməliyik? Biz burada ən az karbonlu dediyi üçün tisklopropan zənciri qururuq və bu karbonlardan da birin dörtlü, birin də üçlü yazırıq. Yəni, verilən şərt daxilində minimum karbon sayıyla bu formulu yaza bilərik.
Birli karbon atomlarının sayı 1, 2, 3, 4. Deməli 1, 2, 3, 4 birli karbon var. 4 bir saniyə görə nəyi səhv elədik ki? Üçlü bir dənə. Aha, bu ikisi də dörtlü yazmışam. Üzrlü sayım. 1, 2, 3 dənə birli var. C. İkili karbon sadəcə budur. Bir dənə A. Molekulun sigma rabitələrin sayı 1, 2, 3, 4, 5, 6 karbon var burada. C6H12'dir. Sigma rabitələrin sayı ilə indekslərin cəmidir. Yəni 18'dir. Bu da D olacaq. C, A, D. Bu qədər. Növbəti izahlarda görüşək.